mürəkkəb söz nədir? İki İki və də artıq sözün birləşməsi. Gördüyünüz kimi Həsən və Ağa birləşib. Hansı üsulla qurulub bu üsulu? Sintaktik usul. Bəli. Burada isə Həsən Ağa. Bu necə adlanır? O Söz birləşməsi. İki ayrı-ayrı söz birləşib. Burada ağa köməkçi sözdür və rütbə bildirir. Həsən Ağa gəldi. Burada isə Həsən Ağa gəldi. Bax, söz birləşməsində demişik ki, hər ikisinin öz vurğusu saxlanılır. Həsən Ağa gəldi. Kim gəldi? Həsən Ağa. Amma burada Həsən Ağa vurğu sona düşür, birkə deyilir. Qızıl Uçurum filmində də var da. Yaxşı eləmirsən Cəlil. Cəlil ağa de. Yoxsa acığı tutar, sənə pul göndərməz. Əgər o bura yazılsa, bax, ayrı-ayrılıqda Cəlil Ağa yazılacaq. Cəlil Ağa denən cümlə eləydi də. Onun adı Cəlildir. Həsən Ağa isə insanın adıdır. Həsən Ağa. Orada artıq onun ağa olması, yüksək rütbəli olmasından danışılmır. Anlaşıldı?